Hə, bu günləri Nemi qaqamla gedirik hamama. Hamama gedirik, arxada görürsünüz də Aygün Molu. Deməli, oradan düz gələndə qabaqda svetofor olacaq. Oradan sola dönürsünüz, hələ ki gedək, arxamıza gəlsin göstərək. Tamam, getdik. Deməli, gəldiniz bu 4 yoldan da sağa. Gözəlir. Lava hamam, bura gedirik. Zor çeşkada buna bax. Hə, bombadır. Deməli dostlar, gəldik çatdıq Lava hamama. İndi görürük bunun içərisinə. Gəl. Reception sizə göstərəcəyik. Salam Mileki qardaş. Xoş günəyə gələk. Deməli dostlar, giriş 15 manat. Qaqa bizə 2 dənə qolbaq ver. Ala. Ay sağ ol. Keçək şu. Davay, keçək içəri. Mən birinci baseyniyə girəcəm. Bura hamamımızın restoranıdır. Keçək qardıroba. Gedək. Deməli dostlar, burada bizim ən dəyişmə otağımızdır, qardıroblarımız da kodlandır. Və beləcə götürsən, sonra bunu basırsan 2 DS. Açıldı. Buradan tapuçkoyu götürürsən, götürdü. Sən nə qarsan? Kod qoymuşam yadımdan çıxır. Açarı yaxınlaşdır. Gəl. Türk hamamı. Salam. Göz yaşıdır, göz yaşı. Dostlar, deməli bu bizim isti hovuzumuzdur. O birisi başdakı da soyuq hovuzdur qaqa. Vay. Nə gözəl. Nətərdir? Burada gəlib kisələnirsiniz. Gördüyünüz kimi, bura isə duş kabinlərimizdir. Par boçkalarımız, saunalar. Gəl qardaş, VIP otağımıza gəl. 20-25 nəfərlik VIP otağımız. Axırda da yenə gəlirsiniz restorana, yeyirsiniz, içirsiniz. Ondan sonra da Allah Məhəmməd yaylı evə. Özünü soğuğa verməyin.